Herkese salam. Biz bugün faiz haqqında danışacağıq və test toplusundan faizə aid müxtəlif misal izahlarına baxacağıq sizlərlə bir yerdə. Başlayaq. Uşaqlar, ədədin %1 hissəsinə faiz deyilir. Ədədin %1 hissəsinə faiz deyilir. Deməli uşaqlar, 1% %1-ə bərabər. O da 0,1. Məsələn, uşaqlar, faizi ədədə çevirəndə, məsələn 5%-dir. Ədədə çevirəndə 100-ə bölürük. Görürsünüz uşaqlar, 1% 0,1 ədədə çevriləndə. Onda 5% ədədə çevirəndə nə edir? 5-i bölürük 100-ə, 0,5. Məsələn, 300% ədədə çevirəndə uşaqlar 300-ü bölürük 100-ə, alırıq 3. Yəni faizi ədədə çevirəndə 100-ə bölmək lazımdır. Faizi ədədə çevirəndə 100-ə bölürük. Gəlin indi ədədi faizə çevirək. Məsələn, 5 ədədini faizə çevirəndə 5-i 100-ə vururuq. 500%. Tutaq ki, 0,3 ədədinin faizi çevirəndə 0,3-ü uşaqlar 100-ə vururuq, eləyir 3%. Yəni ədədi faizə çevirməklə ədədi faizə tapılması ayrı-ayrı anlayışdır. Bəzən məsələn uşağa deyəndə 5-i faizə çevir, nə isə vurub bölməyə fikirləşir ki, neçəyə vurum bölüm faizə çevirim. Yəni 5-i faizə çevirmə elə birbaşa 100-ə vurmaq deməkdir. Eləyir 500%. Gəlirik ədədin faizinin tapılması. Uşaqlar, ədədin faizini tapanda ədədi faiz göstərən ədədə vurub 100-ə bölürük. Məsələn, deyirəm A ədədinin B faizini tapın. Faizini tapın. Neyilir uşaqlar? Ədədi faiz göstərən ədədə vururuq, 100-ə bölürük. Bu olur ədədin faizinin tapılması. Məsələn, 20-nin 40%-ni tap. 20 vuraq 40 bölək 100. Eləyir 8. Bir də var uşaqlar, faizinə görə ədədin tapılması. Faizinə görə. Faizinə görə ədədi tapanda ədədi faiz göstərən ədədə bölüb 100-ə vurmaq lazım. Məsələn, B faizi A olan ədədi tap. Neyilir uşaqlar? Ədədi faiz göstərən ədədə bölürük, 100-ə vururuq. Məsələn, 20% 40 olan ədədi tap. Neyilir uşaqlar? 40-ı ədədi faiz göstərən ədədə bölürük. 20-ni bölürük 40-a, vururuq 100-ə. O da eləyir. Neçə uşaqlar? 200 eləyir. O da eləyir 200. Başa düşdük uşaqlar. Ədədin faizinin tapılması, faizinə görə ədədin tapılması. Sonra gəlin faizdən aid başqa qaydalarına baxaq. Məsələn, deyirəm ki, uşaqlar 2 ədədin faiz nisbəti. Məsələn, A ədədi B ədədinin neçə faizidir? Neçə faizidir? Deyirik uşaqlar, A bölək B vuraq 100%. Məsələn, 20 ədədi 40-ın neçə faizidir? 20 bölək 40 vuraq 100. Eləyir uşaqlar 50%. Sonra, yəni bu 2 ədədin nə idi uşaqlar? 2 ədədin faiz nisbəti. Gəlin baxaq, başqa bir nümunə faiz qaydasına baxaq. Məsələn, deyirəm ki, A ədədi B-nin K faizidir. Uşaqlar, bəs B A-nın neçə faizidir? Bax uşaqlar, gəlin məsələn yazaq.
Tutaq ki, elə deyirəm ki, düstur olaraq verim, amma düstursuz da yazmaq olar uşaqlar. Düstur olaraq 10.000 bölək k faizidir. Məsələn, deyirəm ki, A ədədi B-nin 50 faizidir. B ədədi A-nın neçə faizidir? Neçə faizidir? Uşaqlar, nə edirik? 10.000-i bölürük 50-yə, deyirik uşaqlar 200. 200 faiz. Başa düşdük? Desəz ki, müəllimə, düstur yadımdan çıxıb, mən bunu düstursuz necə yazım? Uşaqlar, düstursuz 2 ədədin faiz nisbəti ilə yəni çıxır da bu. Gəlin baxaq, görək necə çıxır. Tutaq ki, deyirəm ki, dedik ki, uşaq A ədədi B-nin 50 faizidir. Bu nə deməkdir? A bərabərdir, B vuraq 50 bölək 100 deməkdir, düzdür? Buradan tutaq ki, B-ni tapsaq, B bərabərdir 100A bölək 50-yə. Yəni, B nə edir uşaqlar? B 2A eləyir. Birbaşa sadələşdirə tapmaq olardı. Buradan B elədi 2A. İndi mən sizə sual verirəm. Deyirəm, A ədədi B-nin 50 faizi. Bəs B-anın neçə faizidir? Uşaqlar, B-anın neçə faizidir? 2 ədədin faiz nisbəti ilə tapa bilərik. Birinci hansı ədədi deyirəmsə, o sürətdə yazılır. Məsələn, B ədədi A-nın neçə faizidir? B bölək A vuraq 100. B-nin qiyməti nədir uşaqlar? B-nin qiyməti 2A-dır. 2A bölək A vuraq 100. Eləyir 200 faizi. Yəni, buradan da belə düstur bilmədən də yazıb düsturu çıxarda bilərik. Sonra uşaqlar, gəlir kəmiyyətin dəyişməsinin faizi ifadəsi. Yazıram. Kəmiyyətin dəyişməsinin faizi ifadəsi. İfadəsi. Düstur olaraq yazırıq. Düstur olaraq, məsələn, A minus B bölək A vuraq 100. Desəz ki, müəllimə, nə bilək ki, A-ya bölək, B-yə bölək. Yəni, ilkin verilən qiymət nədirsə, ona bölürük. Məsələn, və yaxud belə də, lordi uşaqlar belə də deyirik. Fərq bölək, dan, dən. Vuraq 100. Nə deməkdir? Tutaq ki, 1000 manat maaşdır. Belə yazaq da. Maaş 1000 manatdan dan hardadır uşaqlar? 1000-dən deməli 1000-ə böləcəyik axırda. Tutaq ki, 1000 manatdan 3000 manata qalxıb. Neçə faiz artıb? Neçə faiz artıb? İnəm uşaqlar, 3000-dən çıxıram 1000-i, dandən şəkilçi hardadır? Baxın uşaqlar, 1000 manatdan 1000-in yanında. Bölürəm 1000-ə, həm də ilkin qiymətdir də 1000. Vururam 100-ə. O deyir uşaqlar, 2000 bölək 1000 vuraq 100. O deyir uşaqlar, 200 faiz. Yəni, maaşımız 200 faiz artıbdır inşallah. Sonra, gəlin baxaq faizə aid başqa düsturlara. Məsələn, deyirəm ki, A ədədi B-dən K faiz çoxdur. Tutaq ki, B ədədi A-dan neçə faiz azdır? Belə yazıram. A ədədi B-dən K faiz çoxdur. B ədədi A-dan neçə faiz azdır? Neçə faiz azdır? Uşaqlar, nə edirik? Düstur olaraq deyirik, 100K vuraq 100 plus K faiz. Məsələn, deyirəm ki, A ədədi B-dən 25 faiz çoxdur. 50 faiz deyiləm. A ədədi 20 faiz deyə bilərik uşaqlar. B-dən, tutaq ki, 20 faiz çoxdur. Birinci çoxdursa uşaqlar, bax, yəni çox olanda çox sözü versə, birinci sözü əsasən işarəyə müəyyən edirik ki, yəni plus olmalıdır. Məsələn, indi nə dedik? Dedik, A ədədi B-dən K faiz çoxdur, B ədədi A-dan neçə faiz azdır? Neynədik? A ədədi B-dən nə qədər çoxdur? 20 faiz.
100'ü vururam 20'yə. 100 üstə gəl 20. Vuraq. Vuraq yox uşaqlar, faiz yazmışam. Bərabər. Bu deyilir 2000 bölək 120. İxtisar aparsaq uşaqlar tam getməyəcək. 12'ni 4'ə böləndə 3, 200'ü 4'ə böləndə 50. Tutaq ki, bu da bir dəfə 16,3%. Bu bir. İndi tərsinə. Deyirəm ki, A ədədi B-dən K faiz azdır. Nə dedim? A ədədi B-dən K faiz azdır. B ədədi A-dan neçə faiz çoxdur? Ədədi A-dan neçə faiz çoxdur? Uşaqlar, düstursuzda çıxarmaq olar. Misalda da çıxarmaq olar düstursuz. Deməli, neynədim? 100 K azdır dediyinə görə düstur çıxarılacaq. 100 minus K. Yəni, burada neçə faiz az olduğunu tapmaq üçün istifadə olunan düsturdur. Sonra uşaqlar, n dəfə artma. Artma n minus 1 vuraq 100% deməkdir. Məsələn, 3 dəfə artma. Nə olacaq uşaqlar? Artma. 3 minus 1 vuraq 100% deməkdir. Bu deyir 200%. Sonra n dəfə azalma. N dəfə azalma. Uşaqlar, n minus 1 bölək n vur 100%. Məsələn, 5 dəfə azalma. 5 minus 1 bölək 5 vuraq 100. Uşaqlar, o deyir 4 böl 5 vur 100. Neyir? 80%. Başqa cür neyirsiniz? Tutaq ki, ilkin verilən həmişə 100%dir uşaqlar. Məsələn, 5 dəfə azalma deyirəm. İlkin verilənim 100%dir. 100'ü bölürəm 5'ə. Eləyir 20%. Əvvəl 100% idi, oldu 20%. Neçə faiz azaldı? 80%. Yəni istəsəz belə də yaza bilərsiniz. Sonra uşaqlar, başa deməliydim nəsə. İndi yadıma düşür. Məsələn, 30% artma neçə dəfə deməkdir? Artma 1,3 dəfə. Məsələn, 20% azalma neçə dəfə deməkdir? 0,8 dəfə. Yəni, uşaqlar, 100-dən 20'sini desəz ki, əmizə çıxır. 100-dən çıxıram, 2 verilən 100%-dir həmişə. 100-dən çıxıram 20'ni eləyir 80%. Faizi də ədədə çevirəndə nə olur uşaqlar? 0,8. 0,8 dəfə. Sonra məsələn, malın qiyməti 30% artdı. Malın qiyməti necə dəyişdi? Deyirsən, 1,3 dəfə artdı. Sonra uşaqlar, sonra nə deyirik? Üstünə yazsaq, məsələn, cəmiyyətin K faiz azalması, cəmiyyətin K faiz azalması 100 bölək 100 plus K. Nə yazaq uşaqlar? Məsələn, 80% azaldı. 80% azalma nə deməkdir? 80% azalma neçə dəfə azalıbdır? Yazıram ki, 80% azalma. Nə olur uşaqlar? 100 bölək azalma dedim, bura plus yazmışam. Yəni 100 minus 80. O deyir 100 bölək 20. 5 dəfə. 5 dəfə deməkdir. Yəni uşaqlar 100 idi, 80% azalıb olub 20. Neçə dəfə azalıbdır? 100-dən 20'yə gəlib. 5 dəfə. 5 dəfə azalıbdır. Sonra uşaqlar, tutaq ki, ədədi
K faiz artırıb K faiz azaltsaq ədəd necə dəyişər? Ədəd necə dəyişər? Düstur olaraq deyirik, K vuraq K bölək 100%. Bu da K kvadratı bölək 100% deməkdir. 100% neyinər? Azalır. Yəni həmişə azalır. Fərqi yoxdur. Birinci azalt sonra artır və yaxud birinci artır sonra azalt. Yəni hər bütün hallarda K kvadrat bölək 100% azalır. Məsələn, ədədi 20% azalt, 20% artır. Alınmış necə dəyişər? Deyəs 20-nin kvadratı bölək 100. O deyir 4. Nə gözəl dedim uşaqlar, səhv dedim. Hə, düz elimdə 404 dəfə neyinir? 4%, söhbət faizdən gedir. Neçə faiz azalır? 4% azalır. Yəni 20% artırıb 20% azaldanda 4% azalır. Başqa cür necə yazaram? Məsələn, həmişə ilkin verilən 100%-dir də uşaqlar. 100%-dir. 100%-i 20% azaldanda qalır 80%. Yəni 80-i 20% artırıram. 80-i 20% artırmaq uşaqlar 80-in 120%-ni tapmaq deməkdir. Bu deyir 96. Yəni 100 idi, oldu 96. Neçə faiz azaldı? 4% azaldı. Yəni düstursuz uşaqlar. Səsim bax düzürsən. Düstursuz belə də yaza bilərsiniz. Sonra gəlin başqa misallara baxaq. Uşaqlar, gəlin məsələn nümunə düzbucaqdan, kvadratdan, sahəsinə aid misallara baxaq. Tutaq ki, belə deyək də, düzbucaqlının tərəfini, düzbucaqlının enini 20% artır, uzunluğunu 40% azalt. Sahə necə dəyişər? S necə dəyişər? Uşaqlar, düzbucaqlının hər iki tərəfini 100% götürürəm. Məsələn, 100 buranı götürürəm, 100 buranı götürürəm. 20% artırmaq 120 deməkdir. Tutaq ki, 120. Bu oldu N. Uzunluqda 40% azaldı, oldu 60. 120-ni vururam 60-a, bölürəm 100-ə. Eləyir 72%. Yəni 100% idi, olub 72%. Neçə faiz azalıb uşaqlar? 100% olub 72%. 100 idi, olub neçə? 72. Yəni 28% azalıb düzbucaqlının sahəsi. İstəsəz 12 kəmiyyətin dəyişməsinin faizinin ifadəsini yaza bilərsiniz. Sadəcə orada sıfırlar artıq çox olur. Yəni məsələn 100 götürsək, əvvəlki sahəni 10.000 götürərik, sonraki sahəni 800 götürərik. 10.000-dən çıxarıq 800-ünü bölərək 10.000-dən vurarıq 100-ə. Yəni iki kəmiyyətin dəyişməsinin faiz ifadəsi kimi. Bildiniz necə dedim uşaqlar? Gəlin bir də deyim. Bax, tutaq ki 100 götürmüşəm. Bunun sayısı S bərabərdir. 100 vuraq 100-də. Yəni nədir? 10.000-dir. 10.000. Hə, neynəmişdim? Enini 120 olub, uzunluğu 160 olub da, düzdür. İkinci də bu S1-dir. S2-ni tapanda 120-ni vururam 60-a. Alıram neçə uşaqlar? 7200. Yəni 10.000-dən düşüb 7200-də. 10.000-dən çıxıram 7200-ünü. 7200 deyim, 70 kimi yazıram. Bölürəm 10.000-ə, ilkin verilənə. Vururam 100-ə. Uşaqlar, bu neçə eləyir?
2800 bölək 10.000 bıraq 100. Tutaq ki, sıfırlar ixtisara getsə, qalar 28%. Buradan 100-dən çıxmaya ehtiyac yoxdur. Birbaşa faizini alırıq ki, neçə faiz azalıb. Məsələn, burada 72 alırdı, dedik 28% azalıb. Amma iki kəmiyyətin dəyişməsinin faizə faydası yazanda birbaşa cavabı alırıq. Yəni çıxmağa ehtiyac yoxdur. Sonra uşaqlar, məsələn, kvadratdan yazaq. Tutaq ki, deyirəm ki, kvadratın tərəfini 40% artır. Sahə necə dəyişər? Necə dəyişər? Onsuz xəttim yoxdur, tez yazıram, vəbşəm xəttim itir. 40% artma həmişə yenə kvadratın tərəfini 100% götürürəm, 100%. S bərabərdir A kvadratıdır da. 40% artanda 100-ün üzərinə gəlirəm 40, eləyir 140%. Tərəfi oldu 140. 140-ın kvadratını tapıram. Neçə uşaqlar? 140-ın kvadratını tapıram, bölürəm 100-ə. Eləyir 196. 196. Yəni 100% idi, olub 196%. Neçə faiz artıbdır? 96% artıb. Yəni uşaqlar, istəsəz o yenə bunu da iki kəmiyyət dəyişməsinin faiz ifadəsi ilə yaza bilərsiniz. Sonra uşaqlar, başqa gəlmiş suala baxaq. Məsələn, kəmiyyətin qiyməti əvvəl x% dəyişdikdə yeni qiymət y% dəyişməlidir ki, əvvəlki qiymət alınsın. Tutaq ki, kəmiyyətin qiymətini x% dəyişirəm. X% dəyişirəm. Dəyişdikdə yeni qiyməti də y% dəyişməliyəm ki, dəyişsək yazaq da, əvvəlki qiymət alınar. Necə yazırıq? Məsələn, gəlin üstünə yazaq, amma yenə dediyim kimi uşaqlar, nümunə misalına da yazmaq olar, adi qayda ilə də yazmaq olar. XY. Məsələn, deyirəm ki, tutaq ki, paltarın qiyməti 40% ucuzlaşdı. Yeni qiymət neçə faiz artırmaq lazım ki, əvvəlki qiymət alınsın. Paltarın qiyməti uşaqlar 40% ucuzlaşdı. Yeni qiyməti necə dəyişməliyəm ki, əvvəlki qiymət alınsın. Uşaqlar, 40% ucuzlaşma nə deməkdir? Yəni, x-i götürəcəm -40. Bildiniz, yəni, ucuzlaşanda çıxılır da malın qiyməti. Növbəti artırıramsa, yəni, ucuzlaşdırmışam da, əvvəlki qiymətə qayıtmaq üçün y% nə etməliyəm? Artırmalıyım. Ona nə edirəm? Yazıram ki, vaxt üstə yerinə qoyuram. -40 üstəgəl y çıxaq 40. Bizdə nə çıxaq oldu? Mənfi olduğuna görə. Bərabərdir 0. Bunu həll eləsək, uşaqlar. Y çıxaq 0,4 y bərabərdir 40-a. 0,6 y bərabərdir 40-a. Tam bölünmədi, hə uşaqlar? Gördünüz, yazdım. Y çıxaq 0,6 y bərabərdir y-ə. Tutaq ki, y də bərabərdir 40 vuraq 6-da 10. O da tutaq ki, 6-da 400%. O da ucuzlaşdı. 100-dən çıxıram 40-ını, qalır 60. Yeni qiymət isə faiz artırmalıyam. 60 vuraq 100 plus x bölək 100. Hə, orada 60 yazmamışdım, yadıma düşdü. 60 vuraq da yazmalıydım da. Bərabərdir 100% olsun. Buradan uşaqlar 100 üstəgəl x
tutaq ki 60-dan ixtisar aparsam, yaxşı aparmıram. Bölək 100 bərabərdir 100 bölək 60-a. Yəni bunu da belə həll edib yazmaq olar. 6000 üstə gəl 60x bərabərdir 1000-ə 10.000-ə. 60x bərabərdir 4000-ə. X də bərabərdir. X də bərabərdir uşaqlar. 4 bölək 6-ya. Bu da bir belə də yazmaq olar da. Desəz ki, müəllimə siz onu 60-ı vurursunuz. Yəni bu deməkdir uşaqlar. 60. Yəni bu deməkdir bu. 60-ın üzərinə gəlirəm. 60 neçə faiz artırıram. 60 vuraq 100 plus x bölü 100. Bərabərdir əvvəlki qiymət. Yəni belə də yaza bilərik. Sonra uşaqlar, məsələn, yenə belə misal yaz, amma konkret düsturunu yazıram, amma həll eləmək də olar da. Başqa cür. A ədədi B-nin tutaq ki, K faizidir. B ədədi C-nin, bir yazaq da. A ədədi B-nin tutaq ki, K1 faizidir. B ədədi C-nin K2 faizidir. A ədədi C neçə faizidir? Faizidir. Deyiz ki, uşaqlar. A ədədi C neçə faizidir? Yazıram ki, K1 vuraq K2 bölək 100 faizidir. Məsələn, gəl birinci misal qayda üstünə yazaq, sonra həlli yazaq. Məsələn, tutaq ki, A ədədi B-nin 20 faizidir. Yəni, A ədədi B-nin neçə faiz uşaqlar? 20 faizi. A B-nin 20 faizidir. Tutaq ki, B-də uşaqlar C-nin 40 faizidir. Deyirəm A C-nin neçə faizidir? A C-nin neçə faizidir? Onda nə edirəm uşaqlar? 20-ni vururam 40-a, bölürəm 100-ə. Eləyir 8. 8 faizidir. Desəz müəllimə başqa necə yazır? Bax uşaqlar. Tutaq ki, dedik ki, A ədədi B-nin 20 faizidir də, düzdür. Yəni A bərabərdir. B vuraq 20 bölək 100. Yəni A 0,2 B-yə bərabərdir. Deyirəm B ədədi C-nin neçə faizi? B ədədi C-nin 40 faizidir. B bərabərdir 0,4 birbaşa C yazıram. B ədədi C-nin 40 faizi. İndi sual verirəm. A C-nin neçə faizi? Uşaqlar, baxın A B ilə ifadə olunubdur. A B ilə ifadə olunubdur. Onda %25 belə də yaza bilərəm. Nəsə, belə yazım sonra. Onda tutaq ki, mən də deyirəm ki, A C neçə faizidir? A C neçə faiz nə deməkdir? A bölü C vur 100 faizi deməkdir, düzdür. Buradan C-ni tapsam, C bərabərdir nəyə? C-ni B-ni ifadə edirəm uşaqlar. C bərabərdir 4,10 B-yə. Gətirib yerinə qoyuram. A-nın qiyməti 0,2 B-dir. C-nin qiyməti nədir? 4,10 B-dir. Vururam 100-ə. B'lər getsə 0,8 bölək 10 vuraq 100. O deyir uşaqlar neçə faizi? 0 keçirir 8 faiz. Yəni belə də yaza bilərsiniz. İstəsəz bunu kalan ifadə edib kalanı yaza bilərsiniz. Yəni sizincə rahatsa uşaqlar o formada yaza bilərsiniz.